şəkildə elədim, burada bir dənə sümüyü var, onu qırdım. Siyah. Bu cür. Bu, misal kababın bir dənə tikəsidir. Sonra qalanda bu cür doğrayırsan, bu xəttləri görürsən, öyle. Bu xəttlərlə doğranmalıdır bu. Misal sən bunu belə doğrasın, bu yığılacaq, bəli. Bunu doğranma qaydası bu belə xəttlərlə. Baba bu şəkildə. Eyni şəkildə bunda da var. Ana bu. Baxın. Burada bax. Gördünüz? Barmağım gəldi bu təddən çıxdı. Heç bir sağ vurmağa ehtiyac yoxdur, bax. Gördünüz? Hissəsi ayrıldı. Qap verir mənə Əhməd. Bir də sizə but dibindən bir şey aydınlığını verəcəm. But dibinə aid olan bir şeydir. Misal üçün, but dibi pişirirsiniz. Bu beləncə ayrılmalıdır. Bu düzdürmü, sümüyü. Bunun burada əti var. Bu ət çıxmalıdır. Bu. Bu əti görürsünüz. Demirəm, atılmalıdır. Hamının evində pişik var, it var, ata bilərsiniz. Pişirə də bilərsiniz başqa bir şeyə. Amma bu qoymur əti pişməyə. But dibin pişməyə qoymur. Bunu. Əsasda şişdə. Bu buranın hissəsidir. Bu qoymur bunu pişməyə. Halbuki deyirsiniz bu nədir? Balaca bir şeydir. Amma həqiqətən çox rolu var onun burada. But diblərdən çıxmalıdır o. Hava budur. Gördünüz? Bu çıxmalıdır. Gözü özdə ayrı bir hissədir. But dibi toyuğun ən yağlı hissəsidir. 73-75% yağı var. Ən yağlı hissəsi but dibidir. Ən yağsız hissəsi arasıdır filesi.